Günlərdir prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı cəzasını harada çəkməsi müzakirə olunur. Yenilik Az İnformasiya Agentliyi xəbər verir ki, Kiyev həmin ünvanı öyrənməyə çalışarkən maraqlı məqam diqqəti çəkib. Belə ki, Ramiz Mehdiyev villanın darvazasının üzərinə R.M. yəni ad soyadının baş hərflərini həkk etdirib. Sabiq PA rəhbərinin ev dustaqlığını keçirdiyi Nəsimi rayonu ərazisindəki malikanəsinin qonşuluğunda yerləşən və qızı Kamilə Əliyevaya məxsus olan villada da bu element mövcuddur. Mehdiyevanın qızının yaşadığı tikilinin üzərinə İ-K-Ə hərflərinin Kamilə Əliyevanın və həyat yoldaşı sabiq deputat İlham Əliyevin ad soyadlarının baş hərfləri daşoyma yolu ilə həkk edilməsi ailənin tarixdə qalmaq və öz irslərini gələcək nəsillərə ötürmək niyyətində xəbər verir. Bu yerdə unutmayaq ki, hər daş dəmir üzərində yazılan tarix deyil, tarix yaddaşlarda əbədiləşir. Qeyd edək ki, ev dustaqlığı edilmiş Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına da qadağa qoyulub.